hazırladığım qrafik paternlər kataloqunu məndən soruşurlar, satılırmı, satılmırmı? Söhbət bu kataloqdan gedir. Xeyr, bu kataloq satılmır. Bu bir neçə gün bundan qabaq yeniləndi. Bunu kursa qoşulanlara təqdim edirəm. Burada bir neçə populyar paternlər var ki, hansını ki, yenə deyirəm, təkrar olmasın. Uzun müddət istifadə eləmişəm, test eləmişəm və effekti olanları bu kataloqa salmışam. Və bu kataloqda özümün hazırladığı iki patern forma var. Biri qarmaqdır, biri də ceyran peçi. Adını belə qoymuşuq, yəni ceyran peçini oxşadığı üçün. Baxın, burada qarmaq formasını sizə göstərirəm. Baxın. Bu qarmaq formasıdır. Bunun qrafiki variantını sizə göstərirəm. Və bunların hamısı ancaq, belə deyək, Fibonacci səviyyələri ilə işləyir. Bunun əksi forması da var və orijinal forması. Və həmən dediyim ceyran peçi formasıdır. Məsələn, bunun da belə rubrikası belə başlayır burada. Fikir verin. Belə başlayır. Və formaları da bunlardır. Və burada da bunlar ancaq yenə dediyim kimi Fibonacci səviyyələrlə çalışır. Bunu ancaq kurslarımızda anladıram və çox effektli və çox, belə deyək, işləyən formalardır. O yüzden bu qrafik paternlə hətta, yəni işləsəz, sizə kifayət eləyəcək ki, müəyyən nəticələr əldə edə biləsiniz. Hər birinizə uğurlar arzulayıram.